Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Deməli, ev tapşırığının izahı üçün sizə dəstək olacağım. Mövzumuz loqaritmadır. Üstü tənliklərin işlədik, üstü tənliklərə aid məsələn bərabərsizliklərində işlədik, üstü bərabərsizliklər, üstü tənlikləri işlədik. Əslində loqaritma bunlarla bağlıdır. Sadəcə burada bir püf nöqtə var ki, siz əsas burada loqaritmada əsasları yaxşı bilməlisiniz. Məsəl üçün, bunları çox gözəl şəkildə bilməlisiniz ki, 2 üstü 1 2 deməkdir, 2 üstü 2 4 deməkdir. Yəni əsasları çox super bilməlisiniz. Baxan kimi görməlisiniz, başa düşürsünüz. Yəni bunu uşaqlar çalışın ki, məsələn 2-ni 10-a qədər, onun qüvvətinə qədər əzbərləyin. Lazım gələrsə gedib gəlin deyin. Çünki burada əsas uşağı irəli atan budur. Uşaq bunu görməyi bacarmalıdır. Görə bilməsə heç nə. Boğula-boğula qalacaq. Eyni formada 3-ü də, məsəl üçün, məşhurların bilin. 3-ün üstü 1 3-dür, 3-ün üstü 2 9-dur, 3-ün üstü 3 27-dir. Məsələn, 4-ün üstü 1 4-dür. Əsasları yaxşı bilməlisiniz uşaqlar. Əsasları bilin ki, nəyisə əldə edə bilərsiniz. İndi loqaritma nə deməkdir? Gəlin indi onu başa salım sizə. Loqaritmada belə bir qayda var ki, məsələn, loqaritma A əsasdan A 1-ə bərabərdir. Bu deməkdir ki, məsəl üçün, loqaritma 5 əsasdan 5 mənə verəcək müsbət 1-i. Və yaxud da ki, loqaritma 2 əsasdan 2 verəcək mənə 1-i. Loqaritma 4 əsasdan 4 bərabərdir 1. Bu o deməkdir ki, baxın biz deyirik ki, 2-nin üstü x bərabərdir 5. Bunu loqaritmləyəndə, yəni loqaritmasını tapanda, bu o deməkdir ki, x bərabərdir, bax buradakı x. Loqaritma 2 əsasdan 5. Aydındırmı? Yəni, bax, burada 2-nin üstü 1, 3 bucaq kimi gedir. Verəcək mənə neçəni? 2-ni. Gördünüz? 4-ün üstü 1, 4-ü verəcək. Ona görə deyirik ki, loqaritma, məsələn, 3 əsasdan 9 deyiləndə, bu verəcək mənə 2-ni. Hardan bilirəm? 3-ün üstü 2 verir mənə neçəni? 9-u. Burada öz aralarında bir 3 bucaq yaradırlar. Başa düşdünüz? Və burada indi bunun sadə yollarını da izah edəcəm, amma hələ ki yolun bilin. Məsəl üçün deyirəm ki, loqaritma 5 əsasdan 125. Uşaq bilməlidir ki, 125 5-in kubudsa birbaşa cavab eləyəcək 3. Və yaxud da ki, necə tapılır uşaqlar? Dediyim kimi, loqaritma A əsasdan A bizə 1-i verir, düzdürmü? Və burada belə bir qayda var ki, tutaq ki, loqaritma A əsasdan burada olsun n, burada da B əsasdan m olsun. Burada loqaritmada birin sürət, birin məxrəc kimi düşünün. Bunu sürət, bunu məxrəc kimi düşünsəz, burada m keçir qarşıya. Burada n isə məxrəcə düşür. Baxın, n bölünsün n, loqaritma A əsasdan B qalır. Nə deməkdir? İndi izah edəcəm sizə. Tutaq ki, yazıram ki, loqaritma uşaqlar, əvvəlcə sadəsini deyəcəm. Deyirəm 5 əsasdan 25, düzdür? İndi biz bilməliyik ki, 25 5-in kvadratı deməkdir. Buradan 2 keçir qarşıya, olacaq loqaritma 5 əsasdan 5. 5 əsasdan 5-i də bayaq dedik ki, 1 eləyir. 2-ni də 1-ə vuranda eləyəcək 2. Ancaq tutaq ki, belə olsaydı, 25 əsasdan 5 olsaydı, onda yenə 5 burada qalacaq, 25 5-in kvadratı daxı. Bayaq mən dedim ki, sanki buranı məxrəc kimi düşünün. İndi qarşıya 2 yox, 2-də 1 keçəcək. Olacaq loqaritma 5 əsasdan 5, cavab verəcək müsbət 2-də 1. Aydın oldu. Sonra nəyə diqqət eləməlisiniz? Bu hissəmiz qəti şəkildə 0 ola bilməz. Və yaxud da ki, yəni 0 ilə 1 arasında yerləşə bilər, amma 0 ola bilməz. Mənfi heç cürə ola bilməz. Loqaritmamız bu hissəsi, nə bu hissəsi, nə bu hissəsi, heç bir hissəsi bizə mənfi verə bilməz. Başa düşdünüz? Yəni, bu şeylərə diqqət eləyin. Bu qaydalara diqqət edin. Sonra belə olsa, baxın, göstərəcəm mən sizə. Tutaq ki, deyirəm ki, loqaritma 27 əsasdan 64. Deyəcəksiniz, müəllimə, bunu necə yazacağam? Baxın, burada da eyni qayda. 27 3-ün kubudur, 64 də 2-nin üstü 6 deməkdir. İndi baxacaqsınız. Bunu sürət kimi düşünün, yuxarı çıxacaq. Bunu da məxrəc kimi düşünün, aşağı düşəcək. Onda olacaq 3 əsasdan 2. Gördünüz? 6-nı 3-ə böləcəm, eləyəcək 2, loqaritma 3 əsasdan 2. Yəni, göründüyü kimi çətin heç bir sual yoxdur burada. Baxın, diqqətlə qulaq asın. Məsələn, loqaritma
4 əsasdan 27. Burada da eyni şeydir uşaqlar. 27 3-ün kubudur. Uşaq bilməlidir. Bax, gördünüzmü? Əsasları, qüvvətləri yaxşı bilməlisiniz. Buradan 3 keçir əvvələ, buradan 2 keçir. Loqaritma 2 əsasdan 3. Bildinizmi bunları? Sonra və biz uşaqlara qısa yollar deyirik. Necə qısa yollar? Kök alma kimi deyirəm mən onu uşaqlara. Necə? Məsəl üçün deyirəm loqaritma 4 əsasdan 25. Hər ikisi də nəyinsə kvadratıdırsa, deyirəm uşaqlar, sanki eyni anda kök alın. 4-dən 4 2 verəcək, 25 5-i verəcək. Gördünüz? O da hardan gəlir? Mən sizə izahını vereyim. 25 5-in kvadratıdır. 4 isə 2-nin kvadratıdır. Və buradan qarşıya 2 keçir. Buradan da məxrəcə düşür. Olacaq loqaritma 2 əsasdan 5. Bunlar gedir 1 verəcək. Loqaritma 2 əsasdan 5 alınacaq. Yəni loqaritma 16 əsasdan məsələn 9 bərabərdir loqaritma 4 əsasdan 3-ə. Aydındır. Və yaxud da ki, loqaritma məsəl üçün 25 əsasdan 64 bərabərdir loqaritma 5 əsasdan 8-ə. Bunları bilin, yaxşımı? Və burada məsəl üçün diqqət edilməli nədir? Məsəl üçün loqaritma, uşaq birazdan məntiqi, indi bərabərsizliyi keçəndə başa salacağım. Və məsəl üçün 5 əsasdan 5 əgər bizə 1 verirsə, 5 əsasdan 8 birdən böyük bir ədədi verəcək. Başa düşürsünüz? Amma 5 əsasdan 5 yox, loqaritma 5 əsasdan 4 isə 0-dan 1-in arasında olacaq. Başa düşürsünüz? Bunları tutun. Məsələn, bu 1-dən böyükdür. Bu isə 1-dən kiçikdir. Amma 0-dan qoy düzgün qurum. Bu isə 0-dan 1-in arasında olur. 5 olanda isə 1-ə bərabər olur. 5-dən böyük olanda isə artıq 1-dən böyük olacaq. Bu çalışmalarında indi sizə daha diqqətli başa salacağım. Dəstədə qeyd edəcəyim, narahat olmayın. Bir-iki dənə düsturları deyəcəm, amma qaydasını qrupunuza atacağım uşaqlar. Qaydalarını da öyrənərsiniz, düsturları da əzbərləyərsiniz. Məşhur düsturlarına toxunacağım. Loqaritma A əsasdan B üstə gəlsin, loqaritma A əsasdan C. Əsaslar eyni olursa toplayanda vururuq uşaqlar. A əsasdan BC. Çıxanda isə nə edərik sizcə? Bölərik. Olacaq loqaritma A əsasdan B bölünsün C. Başa düşdünüz? Belə şeylərə diqqət edin. Sonra nə düsturlar vardı? Yadıma düşsə, məsələn, A-nın üstü loqaritma A əsasdan B-dirsə, mən deyirəm ki, demirəm, ixtisar falan edirik. Sanki beyninizdə elə düşünün ki, bununla bu gedir, yerdə nə qalır bu? Yəni, 2-nin üstü loqaritma 2 əsasdan 5, sanki bununla bu gedir, mənə nəyi verəcək? 5-i verəcək. Aydındır. Sonra, yəni belə şeylərə yazında və yaxud da ki, burada məsəl üçün bununla bunu mən yerini də dəyişə bilərəm. Belə yaza bilərəm. Yəni, B ilə A-nın yerini dəyişib, ixtiyarım var loqaritmada. A əsasdan A kimi də yaza bilərəm uşaqlar. Həqiqətən də, çünki A əsasdan A 1 verir, B-nin üstü 1-də elə B-ni verəcək. Nə demək istəyirəm? Yəni, 3-ün üstü loqaritma 3 əsasdan 7 var. Deyirəm ki, bunun cavabı 7-dir. Düzdür. Bunun başqa cür də bu 7 ilə 3-ün yerini də dəyişə bilərsiniz. 7-nin üstü loqaritma 3 əsasdan 3 də yaza bilərsiniz. Yəni, qoy başqa ədədlər deyim. Məsəl üçün, 5-in üstü loqaritma 3 əsasdan 7 deyil. Bu, eyni zamanda bərabərdir. 7-in üstü loqaritma 3 əsasdan 5. Yəni, bununla bunun yeri öz aralarında dəyişilə bilər. O demək istəyirəm. Sonra, məşhur düsturlardan bir də, məsəl üçün, bu loqaritma 10 əsasdan 8-in yerinə birbaşa elcə 8 də biz yazırıq. Elcə 8 onluq loqaritma deməkdir. O yadınıza saxlayın. Öz aramızda zarafata deyirik ki, sanki bununla bu gedir. Burada elcə bərabərdir 8 qalır. Yəni, məsələn, loqaritma 10 əsasdan 100. Düzdürmü? Bu elcə 100 deməkdir. Elcə 100 də tapanda onun neçə dənə sıfırı var? 2 dənə. Cavab olur 2. Məsəl üçün, elcə 1000 deyirsə, 1000-in neçə dənə sıfırı var? 3 dənə. Cavab olur 3. Amma elcə 0-dan 1000-də 1 deyirsə, bu səfər məsələn 1000 olsaydı 3 olardı. 1000-də 1 olduğuna görə olur -3. Başa düşdünüz? Yəni, belə şeylərə diqqətlə fikir verin. Bir də natural loqaritmada var. Natural loqaritma nə deməkdir? Ln kimi yazılır. Yəni, məsələn, loqaritma E əsasdan 5. Bunu yazırıq uşaqlar. Loqaritma ln 5. Ln 5 natural loqaritma kimi gedir. Adı da budur. Yaxşımı?
Sonra düsturlarda indi hansı çıxsa qarşımıza sizə kömək eləyərəm, başa salaram. İndi keçək ev tapşırıqlarınıza görə orada nələr var, nə çıxacaq qarşımıza. Bax, deyir ki, 2 əsasdan loqaritmalarını tapın. Nə deməkdir? Tapacaqsınız. Mənə görə çox gözəl tapşırıqdır. 2 əsasdan 1 nəyə bərabərdir? 0-a. Çünki 2-nin üstü 0 1 eləyir. Sonra loqaritma 2 əsasdan 2 1. 2 əsasdan 4, 2. Hamısını hesablayacaqsınız. Məsələn, loqaritma 2 əsasdan 128, loqaritma 2 əsasdan 128, 2-nin üstü 7-dir. Təbii ki, cavab verəcək mənə 7-ni. Aydındır. 2 nömrəli tapşırıqda eynən 10-dandır. Qəşəngdir, 1-dir, 2-nidir. Evdə yazacaqsınız. Deyir, həll edin. Hər şeyini yazında deyir. Gör nə gözəl yazıb. Deyir ki, loqaritmanın yazılışında əsası, mantisanı, qüvvəti və sonra gələn əməl işarəsini yerində yazmayan loqaritmanı anlamayan deməkdir. Biz siz nə demək istəyir? Yəni, loqaritmanı yazanda 2 burada yazılır, 8 burada yazılır. Uşağın biri durur, 8-i orada yazır, burada yazır. Olmaz. Başa düşürsünüz. Düz qeyd eləmək lazımdır. Bu da olacaq uşaqlar. Loqaritma 2 əsasdan 8 2-nin kubudur. Bilirsiniz ki, 3 keçir qarşıya. Cavab olacaq elə birbaşa neçə? 3. Aydın oldu mu? Yəni, məncə bu elə də çətin deyil. 2, 3-dür. Bayaqların bunun da izahını verdim. Bundan da dedik. Elcə 1, yəni nə olacaq uşaqlar? 0-dır da 0. Elcə 1, loqaritma 2 əsasdan 1, 5 əsasdan 1 bizə hər zaman 0 verir. Gəlin bu 7-yə baxalım. Baxın, 7-də loqaritma 49, 7-nin kvadratıdır. 343 isə 7-nin kubudur. İndi bax, dedim, sürət məxrəc kimi yanaşsaz. 3 yuxarıda, 2 aşağıda. Olacaq loqaritma 7 əsasdan 7, cavab da olacaq 2-də 3. Çünki 7 əsasdan 7 bizə 1 verir. Aydın oldu mu uşaqlar? Baxın, hamısı ondandır. Burada 1 varsa cavab 0 eləyir. Burada məsəl üçün 15-i də qoyun izah eləyim. Yenə orada da 36 6-nın kvadratı, 216 6-nın kubu. Buradan qarşıya 3 keçir, buradan 2 keçir, olacaq 2-dən 3. Başa düşürsünüz? Sonra, daha sonra keçirəm. Bayaqlarım dedim sizə burada. Loqaritma elin, əslində bu əsasdan deməkdir. Bax, əsasdan e'nin kvadratı. Belə düşünün də, sanki e ilə gedir, burada nə qalır? 2. Yəni, birbaşa burada qüvvətini götürəcəksiniz. Sonra 23 ondan 24-də bildiz 7-dir, 25 sıfırları göstərir. Gəlin 26-yı sizə başa salım. Görün nə maraqlıdır. Baxın, loqaritma 81-ə yazırsınız yuxarıya. 3-ün üstü 4, düzdürmü? 3-də 1 isə 3-ün üstü -1 deməkdir. Bura qədər sizə aydın olur. Bu qarşıya 4 keçəcək. -1-in tərsi də elə -1-dir da. Loqaritma 3 əsasdan 3. Gördünüz mü? Ümumiyyətlə bir şey yadınıza saxlayın. Loqaritmanın bir tərəfində 0-dan 1-in arasında, bir tərəfində 1-dən böyük varsa cavab mənfi alınır. Hər ikisi 0-dan 1-in arasındasa cavab müsbət alınır. Hər ikisi 1-dən böyüksə cavab müsbət olur. Və burada 3-də 1 0-dan 1-in arasında olduğuna görə gördünüz mü? Bax, sübut elədik. Cavab eləyir -4. İndi bax, məsələn, bayaqların bir ifadə işlətdim ki, bura 1-dirsə cavab hər zaman 0 alınır. Amma burada, baxın, gəlin başa salaq sizə. 8-də 1 nə deməkdir uşaqlar? 2-nin üstü -3, qeyd edirəm, gördünüz? Kökün altında 2 isə 2-nin üstü 2-də 1-dir. Qayda necə idi? Sürət məxrəc kimi yanaşsaq, -3 olduğu kimi gedəcək qarşıya. 2-də 1-in də uşaqlar tərsi kimi geçəcək. Yəni, belə deyim də, bura məxrəcə 2-də 1 düşəcək. Düzdürmü? Tərsi kimi gedir də. 2-də 1-i -3 2-də 1-ə bölmək, 2-yə vurmaq deməkdir. Yəni, bu eləyəcək -6. -6 loqaritma 2 əsasdan 2. Belə şeylərə diqqət edin uşaqlar. Çətin bir şey deyil. Burada da uşaqlar bu LC 10 üstü nə olacaq burada? 10'un kvadratı da bu. Kökdən çıxarsam olacaq 3'də 2. Dedik ki, elgələrdə onun qüvvətlərini götürürük. Çətin bir şey var burada uşaqlar. Çətin heç bir şey yoxdur. Öz yazarsınız da. Loqaritma 3 əsasdan yenə yazacağım 3'ün üstü. Bu 1 deməkdir də. 5'də 1. Bu 5'də 1 gedir qabağa olduğu kimi. Bununla bu gedir. Cavab eləyəcək 5'də 1. Başa düşürsünüz, mən nə izah edirəm? O sizə çatırmı, aydın olurmu? Yaxşı, 47'yə baxaq. 47 biraz çətinə oxşuyur, amma gəlin başa salaq. İndi burada yazacağım ki, loqaritma məxrəcdə olacaq 2'nin üstü 2'də 1. Deməli, bu qarşıya 2 kimi çıxacaq. Burada isə 2 vurulsun. Burada elə bir ki, uşaqlar,
Qoy bir dənə belə göstərim sizə. 2 bölünsün kökdə 2, 2-nin üstü 2də 1 deməkdir, düzdür? Bu da 2-nin üstü 1 deməkdir axı. Bax, qulaq asın. İstəyirsə məxrəci ilə saatını azad edin. O daha rahat olar, hə, sizin üçün. Yəni 2 vurulsun kökdə 2, bölək kökdə 2 vuraq kökdə 2. 2 kökdə 2 bölünsün 2. Bununla bu keçir, qalır burada kökdə 2. Baxırsınız ki, loqaritma kökdə 2 əsasdan kökdə 2 elə mənə nəyi verəcək? 1-i. Çünki eyni ədədlərin loqaritması mənə nəyi verəcək? 1-i verəcək. Aydın olurmu uşaqlar sizə bu mənim izah elədiyim? Bax, mən sizə bayaq bir ifadə işlətdim ki, hər ikisi 0 ilə 1-in arasında yerləşəndə cavab müsbət olacaq. Necə? Göstərək. Baxın, 8-də 1, 2-nin üstü mənfi 3-dür. 32-də 1 isə 2-nin üstü mənfi 5-dir. Yuxarı mənfi 5 gedir, aşağıda mənfi 3. Loqaritma 2 əsasdan 2, mənfiyə bölündə müsbət edir. Cavab eləyəcək 3-də 5. Aydın olurmu mən bu sizə izah elədiklərim? Yaxşı, bir dənə 73-də deyim buradan, tay deməyəcəm. 73-də də uşaqlar, gəlin buna baxaq. 5 durub burada, dəymirəm. Nə işim əvvəl qalıb? Aşağını biraz düzəldirəm. Yazacağım A-nın üstü 5-də 3. 3 bölünsün 5, düzdür? Yuxarıda da olacaq A-nın üstü 6 bölünsün 5. Düzdür uşaqlar? İndi burada loqaritmanın qaydası necə idi? 5 vurulsun. Burada loqaritma A-dan A-ya qalacaq. Burada 5-də 6 çıxacaq qarşıya. İstəyirsiniz birbaşa bunun tərsini yazın. 5-də 3 yox, 3-də 5 kimi yazın. Rahat olsun. 5 ilə 5 gedir, 3 ilə 6 gedir. 2, 5-i 2-yə vuraram, 10. Gördünüz uşaqlar? Yəni elə də çətin bir mövzu deyil. Deməli, buradan da verəcəm sizə nömrə 3-ü, nömrə 1-i, nömrə 2-sinin. Sonra gəlin nömrə 4-ü də. Yoxsa tənlikləri saxlayın. Bəlkə 4 ilə 5, 6, yox. Qoyun 4-ü də deyim, aradan çıxsın. Sadə tənliklərdir. Gəlin bunu da həll eləyək. Burada ümumiyyətlə yadınıza saxlayın ki, bu hissəsi dedik ki, mənfi ola bilməz, 0 ola bilməz. Burada x-i tapanda x bərabərdir. Nə olacaq? 3-ün üstü 2, yəni 9. Sonra burada da uşaqlar 5x çıxılsın 3 bərabərdir. Buradakı bərabərdir. 2-də 1-in üstü mənfi 1-ə. Yəni 5x çıxılsın 3 bərabərdir 2-yə. Başa düşdünüz? Sonra burada 2x bərabərdir 5-in üstü 0-a. Həll edəcəksiniz. X bərabərdir 2-in üstü 4-ə. X üstə gəlinsin 2 bərabərdir 2-in üstü 3-ə. Başa düşürsünüz? X üstə gəlsin 2 bərabərdir 3-də 1-in üstü mənfi 2. X çıxılsın 4 bərabərdir kökdə 2-in üstü 4. 3x çıxılsın 2 bərabər olacaq. Bunun əsası 10-dur. 10-un üstü 2-yə. Bildiniz? Sonra bax, bu x kvadratı çıxılsın 6x bərabər olacaq 3-ün üstü 3-ə. Özünüz qalanlarını həll eləyərsiniz uşaqlar. Yaxşımı? Aydın oldu mu? Baxın, 3x çıxılsın 2e bərabərdir e-nin üstü 1-ə. Bildiniz? Sonra 3x çıxılsın 1 bərabərdir 8-də 1-in üstü 3-də 1-ə. Yəni, belənci bu tənlikləri nə edəcəksiniz? Həll eləyəcəksiniz. Sonra gələk, görün, burada fərqli gördüm. 21-i gördüm. Uşaqlar, hər ikisində əsaslar eynidirsə, deməli, bu hissələr də bir-birinə nədir? Bərabərdir. Ona görə olacaq x çıxılsın 3 bərabərdir 5 çıxılsın 2x-a. Başa düşdünüz? Bunun bu tərəfə keçirdəndə 3x bərabərdir 8-ə, x də bərabərdir 8 bölünsün 3. Qəşəng sual idi. Sonra burada dediyim kimi x bərabərdir e-nin üstü 3-ə. Sonra x kvadratı çıxılsın 24x bərabərdir 5-in üstü 2-yə. Burada da yenə əsasımız e-dir. Sonra gəlin 24-ü başa salın. Gəlin 24-ü deyim. Çox qəşəngdir. Sevirəm mən bu 24 tipliləri. Burada addım-addım gedirik. Birinci, baxın bu hissəni, yəni loqaritma 2 əsasdan x çıxılsın 3 bərabər olacaq uşaqlar nəyə? 5-in üstü 0-a, o da eləyəcək 1. İndi buradakini tapanda isə x çıxaq 3 nəyə bərabərdir? 2-in üstü 1-ə, x də olacaq neçə? 5. Aydın oldu. Addım-addım gedib yazacaqsınız. Məncə burada elə çətin bir şey yoxdur. 5 qalsın, yaxşı. 4 dənəsini verdim. Yaxşı uşaqlar, yazmağı unutmayın. Kanalımı bəyənin, paylaşın. Sizdən xahiş edirəm. Siz də mənə bu cür köməklik göstərə bilərsiniz.